Gec yatmaq beyinə mənfi təsir göstərir. Son 10 il ərzində aparılan araşdırmanın nəticələrinə görə gec saatlarda yatmaq insanın zehni funksiyalarına mənfi təsir göstərir. Tədqiqatda 23.800-dən çox insan iştirak edib. Araşdırma göstərib ki, adətən gec yatan insanlar tez yatmağa üstünlük verənlərlə müqayisədə daha sürətli şəkildə yaddaş, diqqət və digər koqnitiv qabiliyyətlərini itirir. Alimlər bu neqativ təsiri bir neçə amil ilə əlaqələndirir. Gec saatlarda çox yemək, sağlam olmayan qidaların qəbulu, siqaret çəkmək, həmçinin gecə saatlarında fiziki və zehni aktivliyin azalması. Mütəxəssislər beynin gənc və sağlam qalması üçün daha düzgün və nizamlı yuxu rejiminin qorunmasını tövsiyə edir. Bu, həm də vaxtından əvvəl beyin qocalmasının qarşısını almağa kömək edə bilər. Hər qrupa uyğun qan hazırlanıb. Yaponiyanın Nara Tibb Universitetindən olan alimlər hər qan qrupuna uyğun gələn süni qan yaradıb. Bu süni qan donor qanından alınan hemoqlobindən hazırlanıb və xüsusi qoruyucu qabıqla örtülüb. Ən böyük üstünlüyü odur ki, onun uzun müddət otaq temperaturunda 2 il, soyuducuda isə 5 il saxlamaq mümkündür. Süni qanla bağlı ilkin klinik sınaqlar aparılıb və ciddi yan təsir müşahidə olunmayıb. Əgər növbəti mərhələlərdə uğurlu keçsə, bu qan 2030-cu ilə qədər tibbdə istifadəyə verilə bilər. Bu inkişaf xüsusilə təcili tibbi yardım, hərbi tibb və tez-tez qan köçürmələri tələb edən xəstəliklərin müalicəsində böyük rol oynaya bilər. Qaşıq və çəngəllərin üzərindəki rəqəmlər nə deməkdir? Stolüstü qablarda, məsələn, qaşıq, çəngəl və bıçaqlarda 18-0 və ya 304 kimi rəqəmlər görünür. Bu rəqəmlər qabların hazırlandığı paslanmayan poladın tərkibini göstərir və onların sağlamlığa nə dərəcədə təhlükəsiz olduğunu müəyyən edir. Bu rəqəmlər nə deməkdir? 18-10, 18% xrom və 10% nikel tərkibli poladdır. Bu ən keyfiyyətli paslanmayan poladdır. Paslanmır, parlaq qalır və yeməklə reaksiya vermir. 18-0, 18% xrom var, amma nikel yoxdur. Belə qablar daha tez paslana bilər və adətən daha ucuz olur. Turşulu qidalarla və ya qab-qacaq maşınında tez-tez yuyulduqda oksidləşə bilər. Ən son olaraq isə 304 beynəlxalq göstəricidir, əsasən 18-10 poladına uyğun gəlir. Bu tip polad tibb və ya qida sənayesində də istifadə olunur. Stolüstü qablar gündəlik olaraq birbaşa qida ilə təmasda olur. Əgər onlar aşağı keyfiyyətli materialdan hazırlanıbsa, pas və zərərli maddələr yeməyə keçə bilər. Bu isə allergiya, mədə narahatlıqları və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Tez yeriyən insanlar daha ağıllı və sağlam olur. Amerika Birləşmiş Ştatlarının Duke Universitetinin alimləri tərəfindən aparılan tədqiqata görə tez yeriyən insanlar daha yüksək IQ göstəricilərinə sahib olur və beyinləri daha sağlam qalır. Araşdırma 900-dən çox insan üzərində aparılıb və onlar uşaqlıqdan 45 yaşına qədər izlənilib. Nəticələrə görə tez yeriyənlərin IQ səviyyəsi orta hesabla 16 bal daha yüksək olub. Həmçinin bu insanların beyin həcmi daha böyük, beyin qabığı isə daha qalın olub. Uşaqlıqda yavaş yeriyənlər isə zəif motor bacarıqları, aşağı emosional dayanıqlıq və daha az IQ göstəriciləri ilə seçilib. Yəni, tez yerimək sadəcə tələsmək deyil. Bu, ağıllı və sağlam beyin əlaməti ola bilər. Yaşlı əhalinin yay fəslində sağlamlığının qorunması üçün tövsiyələr. Günəş şüalarının təsirindən qorunmaq, xüsusi günün ən qızmar vaxtı açıq havada gəzərkən kölgə yerləri seçmək, baş örtüyü və ya çətirlərdən istifadə etmək, gün ərzində aktiv və gümrah qalmaq üçün günə səhər gimnastikası ilə başlamaq, pəhrizə riayət etmək, yüngül qidalara üstünlük vermək, mineral və vitaminlərlə zəngin olan meyvə və tərəvəzlərdən bol-bol istifadə etmək, ev şəraitində optimal temperaturlu mühiti yaratmaq, gün ərzində orqanizmin tələbatına uyğun su tükətmək, meteohəssas ağıl insanların səhhətinin qorunması üçün həkim tövsiyələrini vaxtı-vaxtında yerinə yetirmək. Bu sadə tövsiyələr yay fəslində yaşlıların sağlamlığını qorumağa kömək edəcək.
Son illər günəş şüalarının dəriyə mənfi təsirləri ilə bağlı elmi araşdırmaların sayı artıb. Alimlər günəş xərçəngi kimi tanınan dəri xərçəngi növünün, xüsusilə ultrabənövşəyi şüalara uzun müddət məruz qalmaqda birbaşa əlaqəli olduğunu bildirir. Dünya Səhiyyə Təşkilatı 2023-cü il hesabatında qeyd olunur ki, dəri xərçənginə yoluxma hallarının 80%-dən çoxu günəşin zərərli ultrabənövşəyi şüalarına məruz qalma ilə bağlıdır. Harvard Tibb Məktəbinin dermatoloqları tərəfindən aparılan tədqiqatda sübut olunub ki, günəş altında çox vaxt keçirmək dəridə hüceyrə mutasiyalarına səbəb olur. Bu isə əsasən bazal hüceyrəli, yastı hüceyrəli və melanom tipli dəri xərçəngi riskini artırır. Xüsusilə açıq dərili insanlar və uşaqlar daha həssas qrup hesab olunur. Alimlərin tövsiyə etdiyi 3 əsas günəşdən qorunma üsulu var. Birincisi, günəş kremlərindən istifadə. İkincisi isə 11:00-dan 16:00-a qədər birbaşa günəşdən uzaq durmaqdır. Bundan əlavə üçüncü vacib şərt geyimləri doğru seçməkdir. Sidney Universitetinin araşdırmalarına əsasən uzun qollu, sıx toxunmuş parçalardan hazırlanan geyimlər və geniş kənarlı papaqlar ultrabənövşəyi şüaların dəriyə təsirini azaldır. Mütəxəssislər xəbərdarlıq edir ki, günəşdən düzgün qorunmaq təkcə estetik deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan sağlamlıq məsələsidir. Cinsi cinayətkarların təkrar cinayət törətmə riskini azaltmaq və həbsxana sistemindəki yükü yüngülləşdirmək məqsədi ilə cinayətkarlar xədim ediləcək. Qərar Böyük Britaniya hökuməti tərəfindən veriləcək. Bu barədə ölkənin Ədliyyə naziri Şabana Mahmud parlamentə açıqlama verib. Nazirin sözlərinə görə bu üsul ilkin mərhələdə 2 bölgədəki 20 həbsxanada həyata keçiriləcək və gələcəkdə məcburi hala gətirilməsi də nəzərdən keçirilir. Xədim cinsi istəyin dərman vasitəsilə azaldılması ilə həyata keçirilir və psixoloji müdaxilə birgə tətbiq olunacaq. Almaniya və Danimarkada bu prosedur könüllü, Polşada isə bəzi hallar üçün məcburi şəkildə tətbiq olunur. Xatırladaq ki, son 30 ildə İngiltərə və Uelsdə cinsi cinayət məhkumlarının sayı 2 qat artaraq 90 minə çatıb. Mütəxəssislər bildirir ki, kondisionerlərin istifadəsi həm sağlamlıq üçün faydalı, həm də zərərli təsir göstərə bilər. Elmi araşdırmalara görə düzgün istifadə olunan kondisioner isti havalarda istiliyi vurmasının qarşısını alaraq bədənin temperatur balansını qoruyur və nəfəs almağı asanlaşdırır. Xüsusilə ürək və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər üçün isti havada bu cihazdan istifadə mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən kondisionerlərin davamlı və nəzarətsiz istifadəsi bəzi sağlamlıq riskləri yarada bilər. Harvard Universitetinin araşdırmasına əsasən çox aşağı temperaturda çalışan kondisionerlər əzələ ağrısı, soyuq dəymə və boğaz ağrısı kimi simptomlara səbəb ola bilər. Həmçinin ildə 2 dəfədən az təmizlənən filtrlar allergiya və astma xəstələrinin vəziyyətini ağırlaşdırır. Mütəxəssislər məsləhət görür ki, kondisioner 23-25 dərəcə arasında tənzimləməli və cihazların filtrləri mütəmadi olaraq təmizlənməlidir. Yeni beynəlxalq araşdırma göstərib ki, xərçənglə mübarizədə idmanın rolu düşündüyümüzdən də böyükdür. Tədqiqat nəticəsində müəyyən olunub ki, bağırsaq xərçəngi keçirmiş xəstələr üçün hazırlanmış xüsusi fiziki məşq proqramı onların ölüm riskini 37%-ə qədər azaldır. İngiltərənin Belfast şəhərindəki Queen's Universitetindən professor Vicky Coyle'un rəhbərlik etdiyi araşdırmada xəstələrə kimyoterapiyadan dərhal sonra başlayan və 3 il davam edən fiziki fəaliyyət proqramı təqdim olunub. Proqram çərçivəsində xəstələrdən həftədə 3-4 dəfə 45-60 dəqiqəlik sürətli yerimək və ya digər aktiv hərəkətlərlə məşğul olmaları tələb olunub. Məşqlərə istənilən növ fəaliyyət daxil edilib. Araşdırmaya 889 nəfər xəstə cəlb olunub və onlar 2 qrupa bölünüb. Birinci qrup fiziki məşqlərlə aktiv məşğul olmaq, digər qrup isə sağlam həyat tərzi ilə bağlı məlumat verilib. Qeyd edək ki, yoğun bağırsaq xərçəngi Böyük Britaniyada ən çox rast gəlinən 4-cü xərçəng növüdür və hər il təxminən 31.800 nəfərə bu diaqnoz qoyulur.
Daimi nəsə oğurlamaq arzusu xəstəlikdir. Tibbi adı kleptomaniyadır. Bu xəstəlikdən əziyyət çəkənlər ehtiyacı olmayan əşyaları oğurlayır və bu nəyəsə gizli götürmək hissi onları tərk etmir. İmpuls nəzarət pozuntusu kimi təsnif edilən kleptomaniya psixoloji xəstəlikdir. Kleptomaniya xəstələri daha çox mağaza və supermarket kimi ictimai yerlərdə oğurluq edirlər. Oğurluq əməlindən sonra şəxs adətən ya oğurladığı əşyanı başqasına verir, gizlicə yerinə qoyur, ya da zibil qutusuna atır. Yeniyetməlik dövründə başlayan və yaşlanana qədər davam edən, bəzi xəstələrdə ömür boyu davam edən bu anomaliyanın müalicəsində psixiatrik dərmanların istifadəsi ilə bağlı elmi araşdırmalar çox azdır. Kleptomaniya üçün Amerika Qida və Dərman İdarəsi tərəfindən təsdiqlənmiş dərman yoxdur. Lakin müasir tibbdə bir sıra psixiatrların istifadə etdiyi dərmanlar və müalicə üsulları vardır. Bizi daha çox genlərimiz yoxsa ətrafımız formalaşdırır? Sualı cavablamaq üçün 11 tədqiqatda təxminən 22 min eyni yumurta əkizinin məlumatları təhlil edilib. Nəticələr Nature Human Behavior jurnalında dərc olunub. Bu, eyni yumurta əkizləri ilə bağlı bugünə qədər edilən ən böyük araşdırmadır. Tədqiqatçılar müəyyən edib ki, həyat tərzi və yaşayış şəraiti sağlam qocalmağa genlərdən daha çox təsir edir. Onlar narahatlıq, depressiya, psixotizm, nevrotiklik, autizm və digər psixi narahatlıqları həm genetik, həm də ətraf mühit təsirlənmələrindən tapıb. Aktiv həyat tərzi keçirən, pozitiv çevrəsi olan, anadan gəlmə psixi problemləri olanlar öz xəstəliklərini daha çox idarə edir və normal həyat yaşayır. Neqativ mühit isə bu xəstəlikləri daha da qabardır, deyə alimlər bildirib. Tədqiqatçılar ciddi psixi sağlamlıq və ya nevroloji problemlər olan insanlar üçün xoş ətraf mühitdə yaşamağın nə qədər vacib olduğunu bildirib. Labubu oyuncaqları təhlükəlidirmi? Qorxunc görünüşləri olan Labubu oyuncaqları xüsusilə gənclər və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Onların qeyri-adi və bəzən qorxulu görünüşü çoxları arasında maraq doğursa da, psixoloqlar bu trendi estetikadan daha çox psixoloji hadisə olaraq qiymətləndirir. Bundan əlavə, elm sübut edir ki, qorxulu görünüşlü oyuncaqlar uşaqlar üçün təhlükəli deyil. Əksinə, onlar oyun və yumor vasitəsilə qorxularını aşmağa kömək edə bilər. Əgər uşaq Labubu oyuncağını çantasına asmaq üçün alırsa, bu onun müəyyən sosial qrupun üzvü olmaq istəyini göstərir və bunda heç bir təhlükə yoxdur. Rusiyalı uşaq psixoloqu və pedaqoqu Darya Dugentsova bildirib ki, Labubu oyuncaqları qeyri-adi və bəzən qorxulu görünməsinə baxmayaraq uşaqların psixikasına zərər vermir. Onun sözlərinə görə, bu oyuncaqları əsasən yeniyetmələr və böyüklər çantalarını bəzəmək üçün alır. Kiçik yaşlı uşaqların belə oyuncaqlarla oynaması çox nadirdir. Ümumilikdə psixoloqlar 3 yaşadakı uşaqlar üçün oyuncaqların seçiminə diqqətli yanaşmağı tövsiyə edir. Az yaşlı hansısa oyuncaqlardan qorxur və ya onlarla oynamırsa, həmin oyuncağı zorla uşağa sevdirməyə çalışmaq doğru deyil, deyə mütəxəssislər bildirir. Ağır xəstələr üçün ağıllı tibb çarpayıları istifadəyə verildi. Ağır əməliyyat keçirmiş xəstələrdə stres və ağrı yaratmadan bir çarpayıdan digərinə köçürmək üçün yeni texnoloji üsulla hazırlanmış ağıllı çarpayılar istifadəyə verilib. Adətən fiziki cəhətdən sərbəst hərəkət edə bilməyən xəstələr köçürülmə və ya yataq dəstinin dəyişdirilməsi zamanı tibb işçiləri tərəfindən qaldırılır. Bir çox hallarda bu xəstələr üçün zədə və ya əlavə gərginlik yaradır. İlk dəfə Çində istifadəyə verilən bu çarpayıların innovativ mexanizmi xəstəyə narahatlıq vermədən yerdəyişməni icra edir. Unikal mexanizmlə çalışan çarpayının sosial şəbəkədə təqdimatı edildikdən sonra bir sıra ölkələrdən sifariş alınıb. Brokolinin müntəzəm qəbulu xərçəng riskini azaldır. Illinois Universitetinin professoru Elizabeth Jeffrey'nin araşdırmaları göstərib ki, brokolinin müntəzəm istehlakı süd vəzi, prostat, yoğun bağırsaq və qaraciyər xərçəngi riskini azaldır. Xüsusilə bu tərəvəz qaraciyərin sağlamlığını qorumağa və qeyri-alkoqollü yağlı qaraciyər xəstəliyinin qarşısını almağa kömək edir. Brokoli antioksidantlar, lif və faydalı qida maddələri ilə zəngindir. Onun tərkibindəki fitokimyəvi maddələr, polifenollar və flavonoidlər orqanizmin
orqanizmdə oksidləşdirici stressə qarşı mübarizə aparır. DNT-ni qoruyur və xərçəng hüceyrələrinin inkişafını ləngidir. Bu maddələr həm də qaraciyərdə iltihabı azaldır, piyləmənin qarşısını alır və beləliklə qaraciyər xərçəngi riskini aşağı salır. Mütəxəssislər düzgün qidalanmanın xəstəliklərin qarşısının alınmasında və ümumi sağlamlıqda mühüm rol oynadığını vurğulayır. Burnunu kran suyu ilə yuyan qadın öldü. Amerika Birləşmiş Ştatlarının Texas ştatında yaşayan qadın burnunu kran suyu ilə yuduqdan sonra həyatını itirib. Burun yuma prosedurundan 4 gün sonra qadında yüksək hərarət, güclü baş ağrısı və qıcolmalar başlayıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq 8 gün sonra qadın dünyasını dəyişib. Aparılan müayinələr nəticəsində onun beyin mayəsində amöb aşkarlanıb. Bu bir hüceyrəli canlı burun vasitəsilə orqanizmə daxil olaraq ölümcül xəstəlik, amöb mənşəli meningoensefalit yaradıb. Bu mikroskopik orqanizm isti şirin sularda, çaylarda, göllərdə və düzgün təmizlənməyən hovuzlarda yaşayır. Nadir hallarda burun vasitəsilə beyinə keçərək onun toxumalarını məhv edir. Həkimlər xəbərdarlıq edir ki, burun boşluğunu yalnız steril, distilə olunmuş və ya əvvəlcədən qaynadılmış su ilə yumaq lazımdır. Əks halda bu cür faciəli hallar baş verə bilər.